Tanınmış meyxanaçı Ağa Mirzə Məmmədov Yeni Sabah azı açıqlamasında həmkarı Rəşad Dağlı ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə Rəşadın ailəsi ilə birbaşa əlaqəsi olmasa da, atası və qardaşı ilə tez-tez ünsiyyətdə olur. Stat: Nə yalan deyim, mən Rəşadın ailəsi ilə o qədər də maraqlanmıram. Amma atası və qardaşı ilə danışıram. Bildiyimə görə Balalı Orxan Ruslan onun ailəsinə daha yaxından dəstək olurlar. Mən də qardaşı və atası ilə yaxınam. Hətta bu yaxınlarda atası ilə oturub uzun-uzadı söhbət etdik. Ağa Mirzə həmçinin Rəşad Dağlının meyxana aləmində və məclislərdə hər zaman hörmətlə yad edildiyini bildirib. Məclislərdə də adı tez-tez çəkilir. Bir dəfə mənə təklif etdilər ki, Rəşadla deyişməydim, amma o bu təklifdən imtina etdi və dedi ki, bu mənlik deyil, edə bilmərəm. Bu cür davranışlarını çox yerdə görmüşəm. Meyxana ustası sonda baş verən hadisənin, yəni Rəşad Dağlının qətl törətməsinin gözlənilməz olduğunu qeyd edib. Heç ağla gələn deyildi ki, belə bir hadisəyə qarışsın. Allah hər iki tərəfə səbir versin, ağır durumdur. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.